Türkmenistanın paytaxtı Aşqabad Azərbaycan Mədəniyyət Günlərinə ev sahibliyi edir. 3 gün davam edəcək tədbirlərdə kino, ədəbiyyat, musiqi və incəsənəti əhatə edən geniş proqramlar nəzərdə tutulub. Azərbaycan Mədəniyyət Günlərinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən Tağıyev Neft filminin nümayişi ilə başlandı. 4 film təqdim edirik. Tağıyev filmi bəllidir, Bakı Media tərəfindən çəkilib. Prodüser Arzu xanım Əliyevadır. İkinci film Mirzə Qədim İrəvani haqqındadır. Mirzə Qədim İrəvaninin İrəvan mədəniyyətinə, qədim türk İrəvan mədəniyyətinə sahib olması, Qacar məktəbi, Təbriz məktəbinin bu şəhərdə inkişaf etdirilməsi də bugün türkmən tamaşaçısına təqdim olunur. Doğma Tormaq filmi bizim son savaşımız, Qarabağ savaşımızla bağlı 30 il ərzində Azərbaycan xalqının çəkdiyi istirablar və o istirablar zəminində formalaşmış, şəkillənmiş qəhrəmanlar haqqında bir filmdir. Və nəhayət bizim klassik filmimiz Orta Asiyada və ümumiyyətlə Türk dünyasında, Türkistanda sevilən Arşın Malalan filminin təqdimatı bir daha bizim hansı mədəniyyətə və hansı köklərə sahib olmağımızı şəkilləndirir, göstərir. Biz Azərbaycan Mədəniyyət Nazirliyi ilə ortaq film istehsalını da müzakirə etmişik. Ümumiyyətlə, bizim xalqlar onların mədəniyyəti çox yaxındır. Bu mənada ortaq layihələrin icrası mümkündür. Sonra Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, Qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən Cənnət Yuxusu filmi təqdim edilib. Azərbaycan Mədəniyyət Günlərinin ən rəngarəng hissələrindən biri isə sərgilərdir. Burada Azərbaycan tarixini əks etdirən eksponatlar, əl işləri, Əzim Əzimzadənin əsərləri və xalçalarımız diqqət mərkəzindədir. Qədim milli naxışların müasir incəsənətlə vəhdətini təşkil edən moda nümayişi də böyük maraqla izlənilib. Azərbaycan günləri çərçivəsində təqdim olunan Qarabağ foto ekspozisiyası isə ziyarətçilərdə Qarabağın keçmişi və bugünü haqqında ətraflı təsəvvür yaradıb. Günə Azərbaycan incəsənət ustalarının iştirakı ilə təşkil edilən qala konsertlə yekun vurulub. Mihnacıyeva, Zahir Rəhimov, Ayşən Cümşudova, ASTV Xəbər.